Futbol həmçinin mənim öz ixtisasımla da əlaqədar olaraq bir qədər estetika, poeziya baxımından da əhəmiyyətlidir. Hətta məşhur bir İtalyan jurnalist var, o özü dünya çempionatlarının birində, dəqiq yadımda deyil, Braziliyaya finalda səhv eləmirəmsə 4-1 məğlub olan İtaliyanın oyunu izlədikdən sonra bildirir ki, bizim futbolumuz sərt disiplin üzərində qurulub, hərbi nizam-intizam üzərində qurulub, fiziki gücə daha çox önəm verilir. Amma Braziliyanın oyunu bir samba kimi, həmçinin bir capoeira kimi bir qədər poetikdir. Belə ki, bizim oyun nəsrdir, prozadır, yəni düz xətti irəliyir. Amma Braziliyanın oyunu poetikdir, yəni poeziyada da bildiyimiz kimi konkret bir sərhəd yoxdur. Qafiyələrin quruluşu, yəni ritmik, dəyişkən, daimi və Braziliyalı oyuncular özlərinin bədənlərini o samba, yəni onlar xüsusən uşaqlıqdan belə kasıb məhəllələrdə böyüdüyü üçün rahat hərəkət elətdirirlər və poetikdir, yəni misralar kimi, bəli, elastik və samba özlüyünə bir poetik ruha malikdir. Sonradan bildiyimiz kimi Garnica, Pepe, xüsusən də Masterdə Ronaldinho'nun oyunu buna barizmədir və bildirir ki, qarşısındakını yəni çaşdırır, bilmir konkret olaraq, yəni qafiyələndirir və qarşısındakını çaşdırır. Konkret olaraq, bəli, qarşısındakı hansı reaksiya verəcəyini bilmir. Bu baxımdan həm də çox maraqlı ki, özünü tənqidə dair çox gözəl bir nümunədir və bildirir ki, bizim İtalyan futbolu çox qurudur, standartdır, hərbi disiplinə əsaslanır.